Salam, hər birinizi xoş gördük. Bu günləri biz Dövlət İmtahan Mərkəzinin 20 sınaqlı test toplusundan ümumi sınaq 16-nın izahına baxacağıq. İzaha keçməmişdən əvvəl kanalımıza abunə olmağı unutmayın ki, növbəti videoları da vaxtında izləyə biləsiniz. Baxaq birinci suala. Daha əvvəl baş vermişdir. İkinci Sarqonun Şuandahıl və Durdukqa üsyanlarını yatırması 719-cu ildə eradan əvvəl baş vermişdi. B variantına baxırıq. Mannanın Asur torpaqlarına yürüşü, deməli, İranzunun dövründə müttəfiqlik münasibəti yeridirdi. Daha sonra ondan sonra Aza gəlir. Ulusunun dövründə Ulusun Urartuya meyilli elədiyi üçün Asuriya Manna torpaqlarına yürüş etməyə başlamışdı. Böyük yürüşü də eradan əvvəl 714-cü ildədir. Ulusunun Asuriyanın siyasi ağalığını tanıması, Ulusun hakimiyyətləri eradan əvvəl 716-680-ci ildə olmuşdu. Sirtaqqa müqaviləsinə görə Assur ağalığını tanıyır eradan əvvəl 714-cü ildə. İskit padşahlığının Manna dövləti ilə ittifaq bağlaması Ahşerin hakimiyyəti illərində də Ahşerin hakimiyyəti illəri eradan əvvəl 675-650-ci illərə əhatə eləyir. Y variantına baxaq. Babil və Midiyaya qarşı mübarizədə Mannanın Assuriyaya kömək etməsi. Bunu həmişə şagirdlər unudurlar. Bu Uvallinin hakimiyyəti dövründədir ki, belə ki, Urartu, Babil və Midiyaya qarşı mübarizədə Manna Assuriyaya kömək etmişdi. Bu da Uvallinin dövründə Uvallinin də hakimiyyətləri eradan əvvəl 650-dən 630-cu ilə qədərdir. Cavabımız daha əvvəl baş vermişdirsə, biz daha böyük götürəcəyik. Birinci hansı baş veribsə, məsələn gözünüzə önünə gətirirsiniz dərslikdə. Birinci hansı baş verirsə onu götürürsünüz. A variantı ən birinci gəlir. İkinci Sarqonun şu anda hal və durduq üsyanlarını yatırması. Deməli, davam eləyək ikinci sualla. Manna hökmdarı İranzu və Şirvanşah 1-ci İbrahimin fəaliyyətinə aid ümumi cəhət. Yeni dövlətin əsasının qoyulması. Baxırıq, heç biri yeni dövlətin əsasını qoymayıb. Hakimiyyət dövründə dövlətin ərazisinin tam işğala məruz qalması, tam işğala məruz qalmayıb. Heç birində iki işğalçıya qarşı mübarizədə onlardan biri ilə yaxın münasibət qurulması bu İbrahimə aiddir. Bu İbrahimə aiddir. Həm də İranzuya aiddir. Çünki İranzu Urartuya qarşı mübarizədə Assuriyaya münasibət göstərir, yəni yaxınlıq eləyir, münasibət qurur. Şirvanşah 1-ci İbrahim də o Toxtamışla Teymurun yürüşündə Teymura yaxınlıq göstərmişdi. Ona görə cavabımız elə C variantıdır. Dövlətin paytaxt şəhərini dəyişdirməsi aid deyil, ağır vergi siyasətinin həyata keçirməsi aid deyil. Üçüncü suala baxaq. Azərbaycan torpaqları Midiya satraplığının tərkibində birləşdi. Bu Əhəmənilər dövründədir. Cənubi Azərbaycan, Albaniya və Albaniya-Azərbaycan Kustumu şimal canişininin tərkibində idi. Bu Sasanilərin hakimiyyəti dövründə Kustu məsələsi varsa, bu Sasanilərdir. Şimalda Dərbənddən Zəncana qədər olan torpaqlar tarixi Azərbaycan ərazisinə daxildir. Bu Ərəb xilafəti dövründədir. İlk dəfə Azərbaycan ərazisi vahid şəkildə birləşmişdi. Bu da Sacilər hakimiyyəti dövründədir. Göstərilənlər arasında bu dövrə aid məlumat yoxdur. Təbii ki, Məzədilər sülaləsinə aid məlumat yoxdur. Məzədilər sülaləsinə aid heç bir məlumat. Məzədilər Şirvanşahlar dövlətində idi. 861-dən 1027-yə qədər. Dördüncü suala baxaq. Pakistan 1950-70-ci illər və Türkiyənin 1960-80-ci illərinə dair ümumi cəhəti müəyyən edin. Baxaq, ərazilərində İngilis ağalığına son qoyulması, belə bir hadisə yoxdur. Hərbi çevrilişlər və siyasi qeyri-sabitliyin hökm sürməsi, bəli, oxşar cavab elə B variantıdır. Hərbi çevrilişlər və siyasi qeyri-sabitliyin hökm sürməsi. Pakistanda 50-70-ci illərdə, Türkiyədə isə 60-80-ci illərdə çevrilişlər baş vermişdi. Deməli, 5-ci sualın izahına baxırıq. Beynəlxalq münasibətlərdə neftdən təsir vasitəsi kimi ilk dəfə istifadə olunmuşdur. Təbii ki, bu Ərəb-İsrail münaqişəsində idi 1973-cü ildə. Digərlərinə baxsaq, 1948-ci ildə 6 ərəb dövlətinin İsraillə müharibə elan etməsindən sonra belə bir hadisə yox idi. 8 il davam edən İraq-İran müharibəsindən sonra 1980-ci ildə başlanmışdı. Bu da aid deyil. Körfəz müharibəsindən sonra belə bir Körfəz müharibəsi İraqın Küveyt tutması ilə başlayır 1990-cı ildə. Bu da aid deyil. Vyetnam müharibəsi dövründə Vyetnam müharibəsi 55-75-ci ildə olub. Burada da neft amili yoxdur. Deməli, 6-cı suala baxaq. Xəritədə rəqəmlə göstərilmiş dövlətlərin 19-cu əsr tarixinə dair uyğunluğu müəyyən edin. 1 Hindistan, 2 Çindir. Baxaq onlara aid ümumi cəhət nədir? A variantına baxırıq. A variantı Kraliça Viktoriya bu ölkənin imperiyalısı titulunu qəbul etmişdir. 1876-cı ildə bu Hindistana aiddir. Triyek müharibələri baş vermişdir. Bəli, 1840-42, 56-60-cı illərdə deməli Triyek müharibəsi baş vermiş. Triyek müharibəsi Çində baş verib. Deməli, Burja inqilabı baş vermişdir. Burja inqilabı
Biz deməli burada heç birində 19-cu əsr tarixidir. 19-cu əsr tarixində heç birində burjuwa inqilabı baş verməmişdir. Respublika elan edilmişdir. Respublika 20-ci əsrdə elan edilmişdir Çin, amma bu da yoxdur. Böyük Britaniya tərəfindən işğalı başa çatdırılmışdır. Bəli, 1856-cı ildə Avud knyazlığının işğalı ilə Hindistanın işğalı başa çatdırılmışdır. Bu cavab da Hindistana aiddir. 1-ə A, Y, 2-yə də B variantı uyğundur. Növbəti sualın izahına baxaq. Deməli, 7-ci sual. Rusiyanın 1991-ci il avqust tarixinə aiddir. Təbii ki, dövlət çevrilişi edilən cəhdlər uğursuz olması A variantı elə cavabımızdır. Burada şagirdlərin qarışdırdığı məqam SSR-in varlığına son qoyulmasını götürə bilərlər. SSR-in varlığına 1991-ci ilin dekabr ayında son qoyulub. 8-ci suala baxırıq. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. 1917-ci ildə Rusiya imperiyasının siyasi dəyişikliyi baş verməsi Bakıda Türk Ədəmi Mərkəziyyət Partiyasının hakimiyyəti ələ keçirməsi doğru deyil. B variantına baxırıq. Türk Ədəm Mərkəziyyət Partiyası yaşasın Azərbaycan muxtariyyəti şüarı irəli sürməsi, Azərbaycan məfhumunu siyasi məna kəsb etməyə başlaması bu doğrudur. Rusiya vətəndaş müharibəsinin başlanması, Cənubi Qafqaz Komissarlığının fəaliyyətinin güclənməsi. Cənubi Qafqaz Komissarlığının fəaliyyəti Ərzincan barışığı ilə güclənir də. Vətəndaş müharibəsi buna aid deyil. D variantına baxaq. Xüsusi Cənubi Qafqaz Komitəsinin fəaliyyətini dayandırması, Cənubi Qafqaz Seyminin fəaliyyətə başlaması. Xeyr, birinci komitədir, sonra komissarlıqdır, sonra Seymdir. Baxın, yaranır birinci komitə, sonra komissarlıq, sonra Seym yaranır. Ona görə D variantı da aid deyil. Y variantına baxırıq. Bakıda Sovet hakimiyyətinin qurulduğunun elan edilməsi, Bakı şəhər deməli duması buraxıldı. Buraxılmadı. Bakı şəhər duması yenə də öz fəaliyyətini davam elətdirirdi. Noyabrın 2-sində Bakıda Sovet hakimiyyəti qurulmuşdu, amma davam etdirdi. Bakı Şəhər Duması öz fəaliyyətini davam elətdirirdi. Cavabımız 8-də B variantı oldu. 9-a baxaq. 1942-43-cü illərdə müttəfiqlər bütün cəbhələrdə faşist blokun hücumlarının qarşısını aldı. Əks hücuma keçdilər. Atlantik və Sakit Okeanda üstünlük əldə etdilər. Avropa cəbhəsində əsas ağırlıq Sovet İttifaqının üzərinə düşdü. Təbii ki, burada söhbət Kurs döyüşündən gedir. Kurs döyüşü əsaslı dönüş başa çatdı. Stalingradla başlamışdı İkinci Dünya müharibəsinin əsaslı dönüş. Kursla başa çatır. Onun cavabları götürəcəyik və həmin dövrdə ən böyük tank döyüşü idi. Bəli, tamamilə doğrudur. Biri götürürük. 2 müttəfiqlər Alman ərazisinə daxil oldu. Yanlışdır. Kurs döyüşündə Sovet ordusu qalib gəldi. Bəli, 3-ü götürürük. Sovet Alman cəbhəsində əsaslı dönüş başa çatdı. Bəli, Kursla başa çatır. Stalingradla başlayır, Kursla başa çatır. Sovet ərazisi tamamilə faşistlərdən azad edildi. Yanlışdır. Cavabımız Y variantıdır. Növbəti sualın izahına baxaq. Xəritədə rəqəmlə verilmiş ərazilərdə 19-cu əsrin 30-cu illərdə baş vermiş xalq üsyanlarına aid uyğunluğu müəyyən edin. 1 Carbala kəndi, 3 Qubadır, 2 də Lənkəran ərazisidir. Bundan başqa Şəkidə də 30-cu illərdə üsyan baş vermişdir. Baxaq, deməli, üsyanın gedişində hərbi şura yaradılmışdır. Üsyanın gedişində hərbi şura yaradılmışdır. Bu Qubaya aiddir. Ona görə 3-ə A-nı götürürük. Üsyanlar əvvəl ərazisini idarə edən xan rəhbərliyi edirdi. Deməli, xan rəhbərliyi edirdi. Bu deməli 2-yə aiddir, Lənkərana aiddir. Daha sonra üsyana Məşədi Məhəmməd rəhbərlik etmişdir. Üsyana Məşədi Məhəmməd rəhbərlik etməyib heç birində. Bu heç birinə aid deyil, Şəkiyə aiddir. Çünki Şəki yoxdur xəritədə. Üsyançılar Dağıstan borçları ərazisində qoşulmuşdur. Bu da heç birinə aid deyil. Şeyx Şabanın başçılıq etdiyi dağlıq dəstələrin üsyançılara köməyə gəldi. Bu da Carbala-Kən bölgəsinə aiddir. 1-ə Y, 2-yə B, 3-ə A-dır cavabımız. Növbəti 11-ci sualın izahına baxaq. 19-cu əsrin ikinci yarısında Rusiyanın Cənubi Qafqazda keçirdiyi islahatların nəticəsidir. Deməli, 1850-ci ildən sonra baş vermiş hadisə. İkinci yarısında Cənubi Qafqazda keçirdiyi islahatlara baxırıq. Deməli, nəticəsində nə olur? Milli burjuaziyanın formalaşması ləngidir, belə bir şey yox idi. Komendant idarə üsulunun ləğv edilməsi birinci yarısında ləğv olmuşdu artıq. Deməli, kəndə çıxışların baş verməsi cavabımız budur. Artıq kəndə çıxışları baş vermişdi. Növbəti suala keçək. 13-cü sual. John Kennedy'nin prezidentliyi dövründə 60-63-cü illərdə olmuşdur. Xarici siyasətin əsas istiqamətlərindən biri maliyyə yardımı etməklə bir çox ölkələri özünə asıla salmaq istəyirdi. Bəli, Avropada nüfuz saxlamaq istəyirdi. Bəli, daha sonra
inkişaf etməkdə olan ölkələrdə kommunist təhlükəsinin qarşısını almaq istəyirdi. Bəli, cavabımız elə 1, 2, 3-dür. ABŞ ordusunu Vyetnamdan çıxartmaq bu Richard Nixonun dövründədir. 1968-ci ildə aid deyil. SSR ordusunun Əfqanistandan çıxarmasına nail olmaq bu da Kennedy-nin dövrünə aid deyil. Əfqanistana daxil olmuşdu 79-da, çıxmışdı 89-da. Ona görə hakimiyyət illərini bilmək lazımdır. Demək, ABŞ prezidentlərinin. 13-cü suala baxaq, Rəşd və Gəncə müqavilələri. Rəşd 1732, Gəncə 1735-ci il. Ümumi cəhəti müəyyən edin. İşğal dövründə Araz çayı sərhəd olmuşdur. Bu, deməli, Kirmanşah müqaviləsinə aiddir. İşğal altında olan Xəzəranı torpaqların Səfəv dövlətinə qaytarılması. Bəli, həm Rəşd müqaviləsində, həm də Gəncə müqaviləsinin şərtlərində ümumi cəhət işğal altında olan Xəzər sahili torpaqların Səfəvlər dövlətinə qaytarılması nəzərdə tutulurdu. Cənubi Qafqazın Osmanlı Rusiya İmperiyası arasında bölüşdürülməsi aid deyil. Azərbaycan torpaqlarının işğaldan tamamilə azad edilməsi, bu da aid deyil. Osmanlı dövləti son 10 ildə Səfəvi irsindən işğal etdiyi torpaqlardan imtina etməsi, bu son 10 il məsələsi Bağdad müqaviləsinə aiddir. 14-ə baxaq. Azərbaycanda 13-14-cü əsrdə inşa edilmiş memarlıq abidələrinə aid olmayanları müəyyən edin. Olcaydı Xudabəndə türbəsi 13-14-cü əsr memarlıq abidəsidir. Mərdəkanda dairəvi qala 13-14-cü əsr memarlıq abidəsidir. Bakıda Şirvanşahlar Saray kompleksi 15-ci əsr memarlıq abidəsidir. Təbrizdə Qeysəriyyə bazarı 17-ci əsrə aiddir. Deməli, ona görə bizdə 3, 4 aid deyil. Deməli, 15-ə baxırıq. Məntiqi ardıcılığı tamamlayın. Abbasilərin Azərbaycana yürütdüyü ağır vergi siyasəti, ona qarşı Xürrəmlər hərəkatı, Xürrəmlər hərəkatı da Ərəb xilafətini zəiflətmişdi. Deməli, cavabımız elə C variantı. Ərəb xilafətinin zəiflənməsi və parçalanması prosesinin güclənməsi. Məsələn, burada var ərəblərin Azərbaycanda əhali sayılması 725-dir. Bu aid ola bilməz. Sonra Mehranla Rəsulullah hakimiyyətinə qoyulması 705-dir, aid ola bilməz. Səlcuq imperatorluğu asılı vəziyyəti Səlcuqlar hara, Xürrəmlər hara? Yeni dinin təşəkkül tapması hələ 610-cu ildə İslam dini yaranmışdı da. Bu da aid deyil. Növbəti sualın izahına baxaq. 16-cı suala. Soyuq müharibə dövrünə aid olmayan anlayışları müəyyən edin. Baxırıq. Soyuq müharibə dövrü 1946-91-ci illərdə olmuşdu. Qloballaşma soyuq müharibə dövründən sonra olmuşdu. Həmçinin yeni dünya nizamı qurulmuşdu. Elə 1 ilə 5 deməli bizdə cavabdır. Aid olmayan anlayışdır. Yeni dünya nizamıdır, qloballaşmadır. Bunlar soyuq müharibə dövründən sonra olmuşdu. Baxaq mülayimləşməyə. Mülayimləşmə 60-70-ci illərə aiddir. Dəmir pərdə elə Churchillin Fultondakı çıxışı ilə başlayır. Dəmir pərdə ifadəsini işlədir 46-cı ildə. Buzların əriməsi 1959-cu ildə olur. Bunlar soyuq müharibə dövrünə aiddir. Soyuq müharibə olub 1946-dan 1991-ci ilə qədər. 17-ci suala baxaq. Atabəylərin fəaliyyətinə aid uyğunluğu pozulmuşdur. Sultan Məsud Aranı kitab kimi bağışlamışdı. Şəmsəddin Eldənizə doğrudur. Təbrizi Axsunqurilərini əlindən aldı. Məhəmməd Can Pəhlivan doğrudur. Şirvanşah 1-ci Axsanı Eldənizdən asılı edə saldı. Özbək yox, elə Eldəniz hökmdarlarına nə olmuşdu ki? Şəmsəddin Eldəniz, Qızıl Arslan, deməli, Qızıl Arslanı hətta deyir ki, yenidən Şirvanşahlar Şirvana yürüş edir, həmin ərazini özünə asılı edə salır. Yəni ki, 1-ci Axsan əslində dostluq münasibətləri saxlayırdı, amma sonradan Qızıl Arslan hakimiyyəti dövründə deməli, asılı vəziyyətə, yenidən asılı vəziyyətə düşmüşdü. C variantı cavabımızdır. Özbək deyil. Həmədan yaxınlığındakı döyüşdə 3-cü Toğrul məğlub etdi Qızıl Arslanı. Daha doğrusu Toğrulu məğlub etdi Qızıl Arslan. Dövlətin zəifləməsinə səbəb olan feodal çəkişmələrin qarşısını ala bilmədi Əbubəkir. Bəli. 18-ci suala baxırıq. Versal Vaşinqton sistemi. Bununla bağlı YouTube kanalımızda video yerləşdirilib. Rahat şəkildə bu sualı işləmək istəyirsinizsə, o videonu mütləq şəkildə izləyin. Paris Sülh Konfransı və Vaşinqton Konfransına aid xüsusiyyətləri göstərir. Yaponiyanın ABŞ qarşı revanşizm, qısaçılıq siyasətinin həyata keçirilməsi bu Vaşinqton sisteminə aiddir. Millətlər Cəmiyyətinin yaradılması Paris Sülh Konfransına aiddir. Çinin müstəqilliyi ərazi bütövlüyünü tanınması bu da Vaşinqton Konfransına aiddir. Dörd dövlət müqaviləsinin imzalanması Vaşinqton Konfransına aiddir. Dövlətlərarası münasibətlərdə millət amili əsas rol oynaması bu Paris Sülh Konfransına aiddir. ABŞ-ın açıq qapılar siyasətinin həyata keçirilməsi də Vaşinqton Konfransına aiddir. Cavabımız olur 1-ə B, 2-yə də A, C.
Növbəti sualın izahına baxaq. Vətən 2-ci Qarabağ müharibəsi zamanı Azərbaycan fəaliyyətinə aid deyil. Türkiyədən güclü diplomatik dəstək aldı. Doğrudur. BMT qətnamələri dinc yolu yerinə yetirilmədən Xankəndin döyüş lazım. Xankəndin azad edilməsi antiterror əməliyyatındadır. 2-ci Qarabağ müharibəsində deyil. Ona görə cavabımız B variantıdır. İran İslam Respublikası ilə sərhədlərin nəzarəti tam bərpa olundu. Bəli, doğrudur. Qarşı tərəfin mülki şəxsləri ilə yanaşı hərbçiləri insanpərvər münasibət bəslədi. Bəli. Çətin reyfə baxmayaraq ordusu demək olar ki, hər gün cəbhə xəttində irəliləyirdi. Bəli. 20-ci sualın izahına baxırıq. Xəritədə rəqəmlə verilmiş xanlıqlara aid olan uyğunluğu müəyyən edin. Deməli, bir ərazisi İrəvan ərazisidir, 3 ərazisi Qarabağ ərazisidir, 2 ərazisi də Şamaxı ərazisidir. Baxaq. Deməli, Usta Mirzə Cəfərin rəhbərliyi ilə Sərdar sarayının inşa edilməsi belə İrəvan xanlığına aiddir. Qubalı Fətəli xan özünə dayaq qayıtmaqdan ötürü öz tərəfdarlarını buraya köçürmüşdü. Bu deməli e, Şamaxı ərazisinə aiddir, Şirvan ərazisinə aiddir. Deməli, müəyyən müddət iki hakimiyyətlik mövcud olmuşdu. Bu, təbii ki, müəyyən müddət iki hakimiyyətlik Şamaxıda mövcud oldu. Bizdə bir Şamaxıdır, bir də haradır? Gəncə iki hakimiyyətlik mövcud olmuşdu. 18-ci əsrin 80-ci illərində Qubalı Fətəli xanın hücumunu dəf etmişdir. 1780-ci ildə bu Qarabağ idi. 18-ci əsrin 50-ci illərində hakimiyyətə Qacarlar sülaləsi gəlmişdir. Təbii ki, bu e, deməli İrəvan ərazisində idi. Çenar xan hakimiyyəti dövründə. Deməli, davam eləyək. Cavabımız burada olur A variantı. 1-ə A, Y, 2-yə B, C, 3-ə də D. Deməli, hadisə nəticə əlaqəsinin doğru göstərildiyi bəndləri müəyyən edin. İkinci Mehmetin Trabzon üzərinə yürüşü Ağqoyunlu Avropa ticarət əlaqələrinə ağır zərbə vurdu. Bəli, 1461-ci ildə Trabzon tutulur. Teymurlərin, Cəlalilərin Azərbaycan torpaqlarında hakimiyyətinə son qoyuldu. Hakimiyyət Qaraqoyunluların əlinə keçdi. Bəli, tamamilə doğrudur. Elə cavabımız 1-2-dir. Caban adlı yerdə döyüş baş verdi. Şirvanşahlar dövlətinin varlığına son qoyuldu. Şirvanşahlar dövlətinin varlığına 1538-ci ildə son qoyulub. Həmin bu 1500-cü ildə son qoyulmayıb. Deməli 1410-cu ildə Təbriz yaxınlığında döyüş baş verdi. Qara Yusif Sultan Əhmədə məğlub oldu. Qalib gəldi olmalı idi. Yanlışdır. 22-ci sualın izahına baxırıq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi və soyuq müharibə. Deməli, Birinci Dünya müharibəsi 14-18, 1914-18-ci illərdə olub. İkinci Dünya müharibəsi 1939-45-ci ildə olub. Soyuq müharibə də 1946-dan 91-ə qədər olmuşdur. Baxaq. Deməli, e, ABŞ müharibədən qalib çıxmışdır. ABŞ hər üçündə qalib çıxmışdır müharibədə. Həm soyuq müharibə, həm Birinci Dünya müharibəsi, həm İkinci Dünya müharibəsində qalib çıxmışdır. Bax, bunu unutmayın. ABŞ hər üçündə qalib çıxıb. Sonra baxaq, SSR-nin süqutu ilə başa çatması bu soyuq müharibəyə aiddir. 91-ci SSR süqut edəndən sonra soyuq müharibə başa çatdı. Təqribən yarım əsr davam etməsi, bu da soyuq müharibəyə aiddir. Birləşmiş Millətlər Bəyannaməsinin imzalanması, Birləşmiş Millətlər Bəyannaməsi 2-ci Dünya müharibəsində imzalanıb. Əsas vuruşan tərəflərin Antanta və Dörtlər İttifaqı olması da deməli, bu Birinci Dünya müharibəsinə aiddir. 1-ə Y, 2-yə D, 3-ə B, C, 4-ə də A. Növbəti sualın izahına keçək. Cavabımız B variantı oldu. 23. Şirvanşah 1-ci İbrahim, Qubalı Fətəli xan və Ağa Məhəmməd Şah Qacarın fəaliyyətinə dair ümumi cəhətləri müəyyən edin. İdarə etdiyi ərazidə viran edici yürüşlərdən xilas etməsi, deməli, aid deyil. Çünki Şirvanşah 1-ci İbrahim ilə kim yürüş edirdi, ondan asılı vəziyyətə düşürdü. Demək, Qarabağ ərazisində hərbi yürüş etməsi, bəli, həm Şirvanşah 1-ci İbrahim, həm Qubalı Fətəli xan, həm də Ağa Məhəmməd Şah Qacar Qarabağ ərazisində yürüş etmişdi. Baxaq, davam eləyək. Deməli, köçürmə siyasətinin həyata keçirilməsi, köçürmə siyasətinin Qubalı Fətəli xana aid eləyə bilərik, amma digərləri aid deyil. Deməli, Azərbaycan torpaqlarını birləşdirmək təşəbbüsü ilə çıxış etməsi, Azərbaycan torpaqlarını bəli, Şirvanşah 1-ci İbrahimdə, Qubalı Fətəli xanda və Əmir Şah Qacar da hər üçü Azərbaycan torpaqlarını birləşdirmə təşəbbüsü ilə çıxış edib. Burada var köçürmə siyasəti, yəni keçirməsi Azərbaycan torpaqlarının birləşmə təşəbbüsü ilə çıxış etməsi. 24-cü suala baxaq, xanlıqların idarə sisteminə aid olmayan anlayışları müəyyən edin. Xan var idi, darğa var idi, naib var idi.
Darğa asayişi qoyur da biz darğanı polislə eyniləşdirirdik. Sədr Əzəmlə Əmir Əli Mərra 15-16-cı əsrdə yaranmış dövlətlərə aiddir. 15 Ağqoyunlu, Qaraqoyunlu və Səfəvilər dövlətinə aid olan ifadələr, terminlərdir. Xanlıqlar dövrünə yox. 2 ilə 4. 25-ci suala baxırıq. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan təcavüzündən qorumaq üçün gördüyü tədbirlərə aiddir. Bəli, demək Azərbaycan torpaqlarını erməni təcavüzündən qorumaq üçün general qubernatorluq yaratmışdı. Qarabağda mübahisəli ərazi var idi, bir də Naxçıvanda mübahisəli ərazilər var idi. Hər ikisində general qubernatorluq yaratmışdı. Demək Qarabağda da, Naxçıvanda da. 1-3 cavabımızdır. Davam eləyək 26-cı sualla. Xronoloji ardıcılığı müəyyən edin. İkinci Dünya müharibəsi dövründə Barbaros əməliyyatının həyata keçirməyə başlanması 1941-dir. Almaniyanın ilk strateji məğlubiyyətə uğraması, o Böyük Britaniya ilə hava döyüşləri olur, radarları göndərir. Bu da Almaniyanın ilk strateji məğlubiyyəti olur 1940-dır. Sovet-Alman cəbhəsində əsaslı dönüşün yaranması, yaranıb Stalinqradla 43-də başa çatıb Kursla. Deməli, Müdəyə döyüşdə 1942-dir. Deməli, cavabımız olur 2, 1, 4, 3. Növbəti 27-ci suala baxaq. Mezolit və neolit dövrlərinə aid oxşar cəhət, daha doğrusu uyğunluğu müəyyən edin. Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyulması mezolitdir. Metalla ilk tanışlığın yaranması bu eneolitdə heç birinə aid deyil. İnsanların fəaliyyətində inqilabi dəyişikliklər, neolit inqilabı neolitə aiddir. İnsanlar ilk dəfə mikrolit əmək alətlərindən istifadə, bu mezolit dövrünə aiddir. Nitqin əlverişli ünsiyyət vasitəsinə çevrilməyə başlanması bu üst paleolitdir, heç birinə aid deyil. Cavabımız 1-ə A, D, 2-yə də C variantı aiddir. Davam edirik mətn sualı ilə. Makedoniya İskəndər çoxsaylı ordusu ilə Hindistana daxil oldu. Qərbi Hindistan hökmdarı Taksil müqavimət göstərmədi. Digər hökmdar Pora Makedoniyalılara qarşı qəhrəmancasına vuruşdu. Lakin aldığı çoxlu yaralara görə döyüşü davam etdirə bilmədi. İskəndər Poranın şücaətini qiymətləndirib onu hakimiyyətdə saxladı. Qərbi Hindistan İskəndərə tabe edildi. İskəndər yürüşü davam etdirmək istəyirdi, lakin yorulmuş ordu geri qayıtmaq arzusunda idi. Mənbədə bəhs edilən hadisələr hansı əsrə aid olduğunu, baş verdiyini yazın. Makedon İskəndərin Hindistana yürüşü 4-cü əsrdə baş verdi. Eradan əvvəl 4-cü əsr. Birinci sualımızın cavabı budur. 29. Mənbəyə əsasən Makedon İskəndərin Hindistanın müəyyən hissəsini işğal altına sala bilməsinin səbəbləri. Hökmdarlar arasında mübarizə gedirdi. Hindistanda vahid dövlət yox idi. Bir də İskəndərin şəxsi özünün şücaəti, sərkərdəlik bacarığı idi. Bunları misal göstərmək olar. Deməli, mənbədə bəhs edin Yadellə sərhədinin sonrakı gedişatında 20-ci əsrin sonuncu 10 illiyində Azərbaycandakı hansı mühüm siyasi hadisələrlə oxşar cəhəti yazın. Son 10 illiyi, 20-ci əsrin sonuncu 10 illiyi 1990-dan 2000-ci ilə qədər olan hadisədir. Baxaq, oxşarlıq o idi ki, deməli, ölkənin müstəqilliyi həm Hindistanda, həm də Makedon İskəndər öləndən sonra müstəqillik bərpa olunmuşdu axı. Deməli, həm Hindistanda, həm Azərbaycanda müstəqillik bərpa olmuşdur. Əsaslandırma hissəsinə belə yazarıq ki, Hindistan İskəndərin ölümündən sonra müstəqil oldu, Azərbaycan da SSR-nin dağılması nəticəsində müstəqil oldu.